Xəbər verildiyi kimi ötən gün Naxçıvanda ər və arvad dəm qazı sızmasından boğularaq ölüblər. Hadisə nəticəsində həyatını itirən 29 yaşlı Altay Cəfərov hərbiçi olub. Mərhumun həyat yoldaşı 27 yaşlı Səmənnaz Cəfərova da dünyasını dəyişib. Onların 2 yaşlı övladı həmin gün nənəsigildə olub. Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüb. Hadisə dekabrın 20-sində Xətai rayonunda baş verib. 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Amin yaşadıkları evdə dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır.